Uşaqlarda gecə tərləməsinin 5 səbəbi. 1 və ən önəmlisi vitamin D əksikliyi. Bu adətən 3 yaşına qədər olan uşaqlarda daha çox müşahidə edilir. 2. Uşaqlarda gecə qidalanmasının, ən çox da şəkərli qidalanmalardan sonra insulin sintezi artır və gecə ərzində insulin sintezi artdığı üçün adrenalin sintezi də artır. Bu da orqanizmanın stress vəziyyətində fəaliyyətinə səbəb olur. 3. Böyümüş adenoidlər. Əgər övladınız gecə yatarkən xoruldayırsa, böyümüş adenoidlərdən şübhələnə bilərsiniz. Bu da burun tənəffüsünün pozulması və orqanizmanın əlavə efor sərf edərək tənəffüs etməsinə məcburi bir vəziyyətidir. 4. Anemiyalar. Anemiya zamanı beynin və bütün bədəni oksigenlə təmin etmək üçün ürək öz işindən əlavə iş yükü ilə yüklənmiş olur və bu da orqanizmanın stress vəziyyətində işləməsinə səbəb olur. 5. Ən əsası isə reflüks. Reflüks haqqında isə ətraflı məlumat digər videolarımıza keçid edib əldə edə bilərsiniz.